Etibarnamələr ləğv oluna bilər. Gündəm xəbərinin efirində 27 noyabr tarixidir və bir xəbər diqqətinizə çatdıracağıq. Belə ki, sənədlərin sürətlə elektronlaşdırıldığı bir dövrdə avtomobillərlə bağlı etibarnamələrin gələcəkdə ləğv edilə biləcəyi məsələsi müzakirə mövzusuna çevrilib. Mövzu ilə bağlı konkret açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, avtomobillərə dair verilən etibarnamələrin hazırki mexanizminə yenidən baxılması zərurəti yaranır. Ekspertin sözlərinə görə avtomobilə əmlak kimi verilən etibarnamə ilə avtomobili idarə etmək üçün verilən etibarnamə arasında ciddi fərq mövcuddur və avtomobili sürmək üçün verilən etibarnamə fərqli olmalıdır. Bugünkü dövrdə düşünürəm ki, avtomobillərin idarə olunması üçün verilən etibarnamələrin məsələsinə yenidən baxılmalıdır. Eldəniz Cəfərov etibarnamələrin nə vaxt ləğv edilə biləcəyi ilə bağlı konkret tarix verməyin mümkün olmadığını vurğulayıb. O deyir ki, indi deyə bilmərik ki, nə vaxtsa ləğv ediləcək. Bunu indidən proqnozlaşdırmaq çətindir. Bu yalnız müvafiq qurumların qərarı ilə baş verə bilər.